Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda orta aylıq nominal əmək haqqı 1102,9 manat olub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkədə ən yüksək əmək haqqı Pirallahı rayonunda verilib. Ötən il bu rayonda orta aylıq nominal əmək haqqı 2503,5 manat təşkil edib. Ən aşağı əmək haqqı isə Qax rayonunda qeydə alınıb, 582,6 manat. Məlumat üçün bildirək ki, son bir ildə Ağdərə rayonu istisna olmaqla bütün şəhər və rayonlarda orta aylıq əmək haqqı artıb. Yalnız Ağdərə rayonunda orta aylıq əmək haqqı 2025-ci ildə 1,2% azalıb. Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanın şəhər və rayonlarında orta aylıq əmək haqqı bu şəkildə olub.